Salam dostlar, bugün ilk vlogumuzu paylaşacağım. Saat 9'dur, koffe içməyə gedirəm. Koffedən sonra nə eləyəcəyimi sizlərlə paylaşacağım. Bəli, koffemizi içdik. Buradan məşqə gedəcəm. Maşınımı da yayın ki nəzərə aldınız, pulum var. Mercedes sürürəm. Uşaqlar məşqi qurtardım. İndi gedib xaloğlunu götürəcəm. Axşama yeyib içmək var. Bəlkə klubdan qızzat tutduq. Klubdayıq, xaloğlum da yanımdadır. Klubun adını deməyəcəm çünki reklam pulu almamışam. Biraz piyanam, bayaq nəsə içirtdilər, elə bil antifriz idi. Uşaqlar, dünəndən heç nə yadımda deyil. Gedib xaloğlunu oyadım, özümə gəlim. Yeni vlogda dünən nələr olduğunu öyrənib danışacağam. İzləmədə qalın. Salam dostlar, mən və təzə aldığım S63 yenidən qarşınızdayıq. Bugün sizə dünən klubda nələr olub onları danışacağım. Dünən qızlara yaxınlaşmışam sən demə. Yaxınlaşdığım qızlar qoriləm deyə uzaqlaşmağımı istəyiblərmiş. Mən də əsəbləşib bizimkilər ərəbə baxır, qorilə baxmır demişəm. Sonra xaloğlumu qızın sevgilisi və dostları səhərə kimi döyüb. Mənə nəsə olmuyor. Yenə xaloğlu ilə kap-kapda oturmuşuq, Amerikano içirəm. Xaloğlu küsüb məndən, amma axşama qaqama meyzdə qonaqlıq söz vermişəm. Yenə yeyib içəcəyik, öpürəm hamını. Bəli uşaqlar, xaloğlunu götürdüm, paltarımı dəyişəndən sonra gedəcəyik əylənməyə. Partladırıq, brat. Axırı keçən səfərki kimi olmasın, başqa heç nə istəmirəm. Dediyim kimi xaloğlunun könlünü almağa yeyib içməyə gətirmişəm. Şot mənlikdir, buradan da bağa keçəcəyik. Sabahınız xeyir, dünənki gecə çox əla keçdi. Xaloğlu hələ də yatır, biraz baseynə girib rahatlayayım deyirəm. Bu arada uşaqlar, bu bağ da mənimdir, çalışın işləmə əvəziniz heç vaxt ölməsin. Öpürəm hamınızı. Dostlar, xaloğlu dünənki söhbət üstündə nişanlısı ilə mədəni formada ayrılıb. Mən də ona keyfi açılsın deyə Taylanda bilet aldım, gedirik istirahətə. Dünəndə maşını cızmışam, gedib maşını polirovka və keramikaya verim, çıxaq yola. Dostlar, maşını premium avtogaraja gətirdim. Burada hazır kampaniya var. 3 qat polirovka, 1 qat keramika, plastiklərin qaraldılması və avtoyuma düz 259 manat. Mənim adımla gələnlərə endirim olacaq. Bəli uşaqlar, təyyarəmizə minirik. Görürsünüz, elə-belə oğlan deyil qaqaz. Uşaqlar, Taylanddayıq. Xaloğluya çatan kimi küçədən bir dənə qız tapdım, istirahət eləyib bu dəqiqə. Qız biraz oğlana oxşuyurdu. Yağın ki, zibilə düşməz. Məlumatlandıracağam sizi. Xaloğlu özünü zibilə salıb. Sən demə, buna düzəltdiyim qız trans imiş. Xaloğlu da bundan dalaşıb, qız da bunu şikayət edib. Xaloğlunu basıbla zooparka. Mən də gedib onu oradan qurtaracağam. Ala bunlar xəstədir. Məni də basmaq istəyirlər. Bunlardan canımı qurtarın, paylaşım eləyəcəm. Dostlar, bayaq zooparka getdim. Dedilər, xaloğlunu şikayət eləyiblər. Mən də buraxmayanı yüngül təhqir elədim. Bunlar da düşdülər dalımca. Bu ceyranı da burada tapdım. Çox şirindir, sahibləndim onu. Həqiqətən də şirin imiş. Çıxıb gedəndə yanımdan tutdum. Ona görə heç kəsə çox dəyər vermək lazım deyil dostlar. Xaloğluya da sabah bir şey fikirləşəcəm. Öpürəm hamınızı. Dedim, xaloğlunu danışa-danışa buraxdırım. Bunlar əl çəkmirlər. Mən də dədə-baba qaydasından həll eləyim dedim. Görək nə olur, birazdan başlayırıq. Buradan 4-5 dənə pullu əskər tapmışdım. Xiyarlar çatan kimi vuruldular. Bunları meşədə çırpım gedəcəm xaloğlunun yanına. Dostlar, xaloğlunu tapdım. Şükür salamatçılıqdır. Nətərsən bura? Aya sən var yoxunu Dostlar, Bakıdayam. Bugün xaloğlu ilə nişanlısının arasını düzəltəcəm. Axşama Bulaq restoranda qızın qardaşları ilə oturacam. Bu arada Bulaq restoranda normal setlər var, profili qeyd edəcəm, baxarsınız. Ən pis günümüz belə olsun. Allah bütün sevənləri qovuştursun. Qaqa, mənim də sevdiyim var, onu qaçıra bilərik. Niyə qaçırmayaq? Ağzında Dostlar, xaloğlu özünü bıçaqladı. Qızla da əlaqə kəsildi. Onsuz heç sevməmişdim o qızı. Bizlik gəlin deyil idi. Dostlar, qardaşımız bir dənə qız tapmışdı. Özünə görsəz əlimiz ayağımız əsərdi. Prosto qız dedi, ancaq motosikl sürən oğlanlardan xoşum gəlir. Mən də uzaqlaşdım. Day qıza görə gedib həyatımı dəyişəsi deyiləm ki. Uşaqlar, niyəsə birdən-birə beynimə motosikl almaq vurdu. Gəldim NBA qaraja özümə normal bir şey alım. Burada həm keyfiyyət, həm də sərfəlliyi var. Profili qeyd edəcəm, baxarsınız. Bunu seçdim dostlar. Qafqazda təkdir. Təzəsinin qiyməti 110 min manat olsa da NBA qarajdan bunu 25 minə aldım. Bu ilk dəfəm olacaq, amma bir motosikl sürmək nə qədər çətin ola bilər deyə düşünürəm. Qaqanız gedir qızdan görüşməyə. Salam dostlar, xəstəxanadayam. Bildiyiniz qədərilə axırıncı motosikl həvəsimdə qəzaya düşdüm. Bugün o cırıq-cırıq olan matonu təzəliyib təlimə yazılacam. Yenidən NBA qaraja gəldi uşaqlar. Özümə yenə normal bir şey aldım. Bu səfər bu gözəlliyi təlimsiz süməyəcəm. Bizə qız əldən getməmiş Bakıda moto təlim verən yer tapmaq lazımdır. Tapdım uşaqlar. Sən demə, Bakıda moto təlim yeri var imiş. Soruşdurdum, hər kəs mənə Motobaku Akademiyini tövsiyə elədi. Özü də NBA qarajdan motosikl alanlara burada təlim pulsuz imiş. Qaqa, maksimum 2 günə bir qızı özümə aşiq eləməliyəm. Ən tezi nə vaxtda tək-təkərli sürməyi öyrənə bilərəm. Bizim əlimizdə elə bir günə. Təlimdən sonra nətər həvəsə gəldimsə, qızzat yaddan çıxdı, sabah görüşəsi oldum. Hazır olun, paylaşacağım. Təlim mərkəzi və motonu aldığım yeri videonun altına qeyd edəcəm. Öpürəm hamınızı.